Türkiyəli vəkil Köçlərə Sonar Farm işinin Binəqədi rayon polis idarəsində aparılmasını istəmir. 21 milyonluq Sonar Farm şirkətinin qanunsuz yollarla ələ keçirilməsi ilə bağlı başladılan hüquqi prosesin gedişində maraqlı vəziyyət ortaya çıxıb. Belə ki, Sonar Farmın digər şəxsin adına notarial qaydada qanunsuz keçirilməsi ilə bağlı toplanmış bütün materiallar Binəqədi rayon polis idarəsinə təqdim edilsə də, cinayət işi açılmasından imtina edilmişdi. Şirkətin əsl sahiblərinin hüquqlarını müdafiə edən Türkiyəli vəkil İbrahim Köçlərə baş prokuror Kamran Əliyevə müraciət edərək məsələnin tam şəffaf və obyektiv şəkildə araşdırılmasına göstəriş verilməsini xahiş edib. Bundan sonra Binəqədi rayon prokurorluğundan rayon polis idarəsinə əlavə araşdırma aparılması üçün məktub göndərilib. Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 10 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Elnur İskəndərovun şikayəti əsasında Binəqədi rayon polis idarəsində aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilib və iş araşdırma aparılması üçün Binəqədi rayon polis idarəsinə göndərilib. Belə ki, Elnur İskəndərov özünün və Mahirə Əsədovanın 51% pay sahibi olduğu Sonar Farm şirkətinin hədə-qorxu yolu ilə başqasının adına keçirməyə məcbur qaldığını bildirib. Material rayon prokurorluğunda öyrənilərkən müəyyən edilib ki, Binəqədi rayon polis idarəsində işə baxılarkən Cinayət Prosessual Məcəlləsinin 85.2.5-ci maddəsinin tələbləri pozulub. Cinayət təqibi ilə bağlı bütün hallar tam araşdırılmayıb. Cinayət işi başlanmasının rədd edilməsinə dair əsassız qərar çıxarılıb. Elnur İskəndərovun özünün və ailə üzvlərinin hədə-qorxuya məruz qalması, həmin hədə-qorxunun kim tərəfindən hansı yollarla törədildiyi tam aydınlaşdırılmayıb. Şirkətin 51% payının başqa şəxsin adına keçirilməsi ilə bağlı Elnur İskəndərovla vəkil Əziz Qəmbərdi arasında 10 saylı cəza çəkmə müəssisəsində görüşlərin olub-olmaması barədə məlumatlar öyrənilməyib. Alqı-satqı müqaviləsinin təsdiq olunmuş sürəti iş materiallarına daxil edilməyib. Bundan başqa polis idarəsində işin araşdırılması zamanı digər pozuntulara da yol verilib. Elnur İskəndərov şikayətində hədə-qorxu yolu ilə Məzahir adlı şəxs vasitəsilə 1,2 milyon manatın ondan iş düzəltmə adı ilə alınaraq bir hissəsinin Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı Samir adlı şəxsə, digər hissəsinin isə vəkil Əziz Qəmbərliyə verilməsi və həmin vəsaitin də Robert Əyyubova çatdırılması barədə məlumat versə də, bu barədə səs yazıları polis idarəsinə təqdim edilsə də, Samir adlı şəxslə üzləşdirilmə aparılmayıb. Vəkil bütün bunları nəzərə alaraq yaxın günlərdə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə müraciət edəcək. O ümid edir ki, işin halları nəzərə alınaraq baş prokuror işi şəxsi nəzarətinə götürəcək, şikayətə rayon prokurorluğunda və ya daha yuxarı instansiyada baxılması barədə qərar veriləcək. Xatırladaq ki, Azərbaycan dərman bazarında xüsusi çəkiyə malik olan məşhur Sonar Farm şirkəti qanunsuz yollarla ələ keçirdi. Belə ki, Elnur İskəndərov əslində 21 milyonluq şirkətin hədə-qorxu yolu ilə ondan alındığını bildirib və şirkəti Eyyubov Robert İslamoğlu'nun adına rəsmiləşdirməyə məcbur qaldığını iddia edib. 50% payı ona, digər 50% isə Mahirə Əsədovaya məxsus olan 21 milyonluq şirkət cəmi 300 min manat müqabilində başqa şəxs tərəfindən ələ keçirilib. Xatırladaq ki, o AK Partiyasının Çanaqqala millət vəkili 2002-ci ildən 2007-ci ilə qədər Türkiyə Böyük Millət Məclisinin və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü olub. İbrahim Köçlərənin yaxın günlərdə ölkəmizə səfər edəcəyi və Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti gözlənilir.